Mən anlamıram, niyə görə hər şeyi bu qədər abardıb tərifləyirlər. Çalışdığım qədər bilirsiniz ki, bəyəndiyim və bəyənmədiyim bütün yeyəcək məhsulların hər birini sizlərlə bölüşürəm. Bu kokteyli isə bizim yerli futbologerlərimizdən birisi o qədər ballandıra danışdı ki, düşündüm ki, alıb sizlərlə də birlikdə sınayım, fikirlərimi bölüşüm. Təbii ki də olduğu kimi, yəni bəyəndimsə bəyəndiyimi deyirəm, bəyənmədimsə təbii ki nə üçün bəyənmədiyimi deyirəm. Gəlin keçək bu karamelli olan kokteylimizə. İlk öncə onu deyim ki, bir tık bəyənməyiniz üçün soyuq halda içsəniz biraz bəyənə bilərsiniz. İsti halda qəti şəkildə içiləsi deyil. Həm qoxusu dəyişir, həm dadı. Bilmirəm nəyə görə bu qədər xeyirlidir, zərərli deyil deyirdilər. Amma deyim ki, bunun da zərərləri özünə görə təbii ki var. Bu isə çiyələkli olan idi. Çiyələkli olan isə ona nisbətən biraz normal idi. Karamellini demək olar ki, videoda açıb sınamaq üçün dadına baxdıq və orada qaldı. Bu çiyələklini isə təbii ki mən bəyənmədim, amma oğlum içdi, normaldır dedi. Maraqlıdır, izləyicilərimdən alıb razı qalanlar və ya qalmayanlar var. Varsa mütləq şəkildə rəy bölməsində fikirlərinizi yazmağı unutmayın. Bu qədər izlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.